Lənkəran rayonunda 1976-cı il təvəllüdlü Sərhad həyat yoldaşı Leylanı öldürməyə cəhd edib. Teleqrafın əldə etdiyi məlumata görə 2004-cü ildə o rəsmi nikaha girərək birgə yaşadığı, 2023-cü ilin iyun ayından isə faktiki ayrı qaldığı arvadı Leyla ilə Lənkəran rayonunun kəndindəki evində mübahisə edib. Sərhad arvadının rəsmən boşanmaq istəməsindən əsəbləşib, mətbəx bıçağı götürərək qorxutmaq məqsədi ilə onu yerə yıxıb. Bıçağı arvadına tərəf hərəkət və nümayiş etdirib, ayrılacağı təqdirdə onu öldürəcəyini deyib. Arvadının onunla barışmaması və onu evə buraxmamasını özü üçün qəbul edilməz hal sayıb, bu bəhanə ilə onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün Sərhad 2025-ci il fevralın 5-də saat 23:30-da Leylanın yaşadığı evin qarşısına gəlib. Onun işə getmək üçün evdən çıxmasını gözləyib. Fevralın 6-sında gecə saat 00:30-da qadının evdən çıxaraq işə gedən zaman ona yaxınlaşıb və bıçaqla zərbələr vurub. Ümumilikdə 6 zərbə alan qadının hərəkətsiz vəziyyətdə yerdə qalmasını görən ər onun öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb. Leyla qonşular tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb, ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olunub. İstintaq orqanı tərəfindən Sərhadın barəsində Cinayət Məcəlləsinin 2920.2.2 xulqanlıq niyyəti ilə adam öldürməyə cəhd, 2920.2.4 xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd, 134-cü öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə maddələri ilə ittiham elan edilib. Sərhad ittiham üzrə özünü qismən təqsirli bilib, ifadəsində göstərib ki, 2004-cü ildə bibisi qızı Leyla ilə rəsmi qaydada nikaha daxil olub. Mən ustalıq etməklə və müxtəlif fərdi işlərlə məşğul olmaqla pul qazanıb aləmi dolandırmışam. 2023-cü ilin iyun aylarından ailəmdə yaranmış narazılıqlar ucbatından Lənkəran rayonunun kəndindəki evimdən çıxdım, usta kimi fəaliyyət göstərdiyim üçün gah Bakı, gah da Lənkəran şəhərində, gah da Rusiyada gedərək işləmişəm, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisədən 1 ay 15 gün əvvəl Rusiyadan qayıdıb. Lənkəran şəhərində əvvəllər birlikdə işlədiyim usta tanışım Elməddinin yanında kirayədə qalmağa başladım. Kənddə özüm tikdiyim və arvadımın adına olan evə qayıtmaq istədim. Hadisədən təxminən bir həftə əvvəl evə gedərək oradan məni bağışlamasını və evimə buraxmasını xahiş elədim. O, məni görmək istəmədiyini bildirdi. Davamlı olaraq hər gün evin həyətinə gələrək həyət bacanı səliqəyə salırdım. Leylaya onunla barışmaq istədiyimi deyirdim, lakin o məni evə buraxmırdı. Mən də məcbur qalaraq axşam yatmaq üçün dostum Elməddinin evinə gedirdim. Bu vəziyyətdə əsəbləşirdim, deyə o ifadəsində qeyd edib. Sərhadın ifadəsinə görə sonuncu dəfə fevralın 5-də evinin qarşısına gəlib və gözləməyə başlayıb. Özümlə mətbəx bıçağı da götürmüşdüm. Leylanın çörək zavodunda işlədiyini, gecə yarısı isə işə getdiyini bilirdim. Saat 23:30-da ailəmin yaşadığı evin yaxınlığına küçədə gözləməyə başladım. Fevralın 6-sında gecə saat 00:15-də Leyla evdən çıxdı və qonşuluqda yaşayan bir oğlan uşağı ilə getdi. Mən də onların dalınca getməyə başladım. Həmin vaxt çox əsəbi idim. Leylanın arxasınca gəldiyim gördü və qaçaraq getməyə başladı.
Evden xeyli uzaklaştıktan sonra Leyla yerimeye başladı. Arkadan gelerek ona çattım. Leyla yanındaki komşu uşağı olduğunu dedi. Uşaq qorxaraq qaçdı. Bıçaqla Leyla'nın qarın nahiyəsinə bir zərbə indirdim. Leyla əyildi. Onun bel və kürək nahiyələrinə daha bir neçə zərbə indirdim. Bu həyatın yaşamamızı istəyirdin deməyə başladım. Leyla yalvararak onu öldürməməyimi xahiş etdi. Mən isə zərbələrə davam etdim. Onun yerdə hərəkətsiz qaldığını görəndə öldüyünə əmin oldum və hadisə yerindən uzaqlaşdım deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, səhər saatlarına kimi Lənkəran şəhərində küçələrdə gəzib nə etdiyini anlaya bilməyib. Sabah açılanda Elməddinin qaldığı evə getdim. Evdə heç kim yox idi. Gecə bərk yağış yağdığından üstüm tamam ıslanmışdı. Sobanın yanında paltarlarımı qurutduqdan sonra Lənkəran şəhərinə çıxdım. Çayxanada çay içdim, yemək yedim. Fevralın 7-sində Yardımlı rayonuna, doğulduğum kəndə getdim. Evə çatdıqda anamın və qardaşımın artıq Leylanı bıçaqladığımı bildiklərini öyrəndim. Yuyunub əynimi dəyişəndən sonra polis əməkdaşları məni Yardımlı rayon polis şöbəsinə çağırdılar. Lənkəran polis şöbəsinin əməkdaşları məni oradan Lənkəran polis şöbəsinə gətirdilər deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Zərər çəkmiş Leylanın sözlərinə görə dayısı oğlu Sərhadla evliliklərindən 2 övladı var. Sərhadla qohumluğum olduğuna görə onun mənə və aləmə göstərdiyi şiddətə göz yummuşam. 2023-cü ilin iyun ayında polisə müraciət etdim. Sərhad həmin hadisədən sonra evdən getdi. O bir neçə dəfə barışmaq üçün evə gəlsə də mən bununla razılaşmadım. Çünki Sərhadın xasiyyətinin düzələn olmadığını bilirdim. Hadisədən təxminən 10 gün əvvəl yaşadığım evə gəlib həyətdə yeri bellə yeri şumladım. Mən yenə də onu dindirmədim deyə o ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, Sərhad yenə də evə qayıtmasına razılıq istəyib. Mən isə uşaqların ondan qorxduqlarını dedim. Fevralın 6-sında gecə evdən çıxaraq çörək zavoduna tərəf getməyə başladım. Qonşuluqda yaşayan Xəyal adlı oğlan da mənimlə çörək almaq üçün zavoda getdi. Qapıdan çıxarkən Sərhadı evimizin qarşısında gördüm. Bu səbəbdən də yolumu dəyişərək kəndin içindən küçə ilə getməyə başladım. Evdən bir qədər uzaqlaşandan sonra geriyə baxanda gördüm ki, Sərhad arxamca gəlir. Mən qonşu uşağa qorxmamasını dedim. Sərhad mənə yaxınlaşdı, məndən qaçırsan deyib cibindən bıçaq çıxardı. Qarnıma tərəf bir zərbə indirdi. Mən sol əlimi bıçağa atdım. Əlimin içərisi kəsildi. Sərhad daha 2 dəfə qarnıma bıçaqla zərbə indirdi. Xəyal qorxusundan qaçıb uzaqlaşdı. Sərhad isə məni bıçaqlamadıqdan sonra oradan qaçdı. Qışqıraraq səsimə atamın əmsi oğlu Eldar, onun oğlu Fuad və qonşuluqda yaşayan Şaiq gəldi. Onlar yoldan keçən taksini saxlatdırdı, məni Lənkəran rayon mərkəzi xəstəxanasına gətirdilər deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərhad 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Təqsirləndirilən şəxsin müdafiəçisi hökmdən apellyasiya şikayəti verib, o hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə bəraət verilməsini istəyib. Müdafiəçi həmçinin təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 29-120.2.2 və 120.2.4-cü maddələrindən həmin məcəllənin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif olunmasını, ona ədalətli cəza təyin olunmasını xahiş edib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət
qismən təmin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Yeni hökmə əsasən təqsirləndirilən şəxsin cəzası 10 il 6 aya endirilib, hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.